Salam, hər birinizi xoş gördük. Bugün sizlə dördüncü dərsimizi təqdim eləyəcəm. Əvvəlcədən sizlə hal-əhval tutum. Hər dəfə birbaşa dərslə başlamaq olmaz. Ona görə bugün izləyicilərimizin halı, keyfi necədir? Başlamamız xeyir müəllima. Aha, mən artıq ekran paylaşımını açıram. Aha, görünür ekran. Ekran görünür. Görünür, bəli müəllim, orada yazılar var. Aha, çox gözəl. Onda mən başlayım. Aha. Bölmə 4. Brendin görünüşü və təqdimatı. Biz keçən dəfə 2 Zoom birlikdə keçdiyimiz üçün, 2:45 dəqiqə keçdiyimiz üçün artıq 3-cü dərsi keçdik deyə mən 4-cü dərsdən başlayıram. Bölmə 4. Brendin görünüşü və təqdimatı. Yəni ki, brendinizin görünüşü üçün bu mərhələdə brendinizin vizual və üslub elementləri üzərində işləyəcəyik. Yəni ki, nümunə ilə göstərim. Logo, rəng palitrası və sosial media vizuallarını uyğunlaşdırmaq. Hər iştirakçı öz brendi üçün qısa vizual plan hazırlayacaq. Yəni ki, məsəl üçün ən birinci şərtimiz nə idi? Logo və düzgün rəng seçimi. Məsəl üçün, psixoloji bir qurum hazırlayacaqsa, psixoloji ya seans, ya təlimlər qrupu, ya coaching təlimləri üzrə, proqramları üzrə bir biznes quracaqsınızsa, bir marka yaradacaqsınızsa, ona artıq loqonu və rəngi, loqo indi özünüzdən asılıdır. Ya ad, soyad, ya nə bilim, hər hansısa bir söz. Keçən dəfə Təxminə xanım Anka demişdi. Təxminə xanımın loqosunda Anka quşu olacaq. Nə tədbir keçirəcəksə, yəni biznesi nə olacaqsa, ona uyğun rəng olacaq. Məsəl üçün, psixoloqlardır, ondan sonra coachinglə məşğul olanlardır, narıncı rəng seçirlər. O, çünki psixoloji bir necə deyim, psixoloji bir rəngi olduğu üçün bütün psixoloqlar və ruhsal işlərlə məşğul olanlar, ruhsal aləmlə məşğul olanlar rəng palitrasını narıncı seçirlər. Ondan sonra sosial media vizuallarını uyğunlaşdırmaq. Məsəl üçün, bütün sosial medialarda hansında varsınızsa, Instagram, TikTok, YouTube, Face, nə bilim, qalanın, o birlərdə mən yoxam deyə adlarım bilmirəm. Bir də deyəsən Face-də, Facebook deyirəm, yəni ki, orada deyəsən reklam eləyirlər, onu tam bilmədiyim üçün deyə bilmərəm. Yəni, nə cürə effekti olur, olmur, orasını mən deyə bilmərəm. Amma hər hansı sosial şəbəkəniz varsa, orada o loqonu, rəngi bütün eyni şeyləri qoymaq lazımdır. Mən məsəl üçün WhatsApp nömrəmdə Ener Akademinin loqosu və rəngi profilə yazmışam, adımı Ener Akademi qoymuşam. Ondan sonra bizim Instagram səhifəmiz var, Ener Akademi. Ona Ener Akademinin ilk loqosunu qoymuşam. Yəni, mən o loqonu dəyişmirəm ki, ilk loqonu. Yəni ki, insanlar ilk olaraq hansı ilə tanıyıblarsa, o loqonu saxlayıram. Əgər yox, daha necə deyim, səhifəm 1000 iştirakçını, 1000 üzvü keçərsə, takipçi deyirlər. 1000 üzvü keçdikdən sonra Instagram profilimi dəyişəcəm. Çünki o artıq yeni era başlayacağı üçün onda dəyişiklik etmək lazım olur və ikinci profil, yəni ki, indi stabil olaraq hansı loqoda qalırsa insan, hansı loqonu seçirsə, o loqonu yeniləməlidir. Onu biz keçən 3-cü dərsimizdə demişdik ki, qrup layihəsi, qrup planı. O qrup planının içində artıq bu mən dediyim profil, loqo dəyişməsidir. Loqonu da çox çalışın, dəyişən zaman o qədər çox dəyişməyin. Məsəl üçün, Anka quşu nümunəsi var və Ener Akademi var. Mən Ener Akademini dəyişəndə rəngi dəyişirəm. Sonra çap hərflərindən əl yazısı hərflərinə keçirəm. Əl yazısı hərflərindən
kölgəli hərflərə keçirəm. Məsəl üçün Təxminə xanım Anka quşu demişdi. Anka quşunu necə deyim, bir dəfə ağınlı ağ anka quşunu narıncının üstündə verə bilərsiniz. Bir dəfə arxa fon ağ olaraq anka quşunu çəhrayı rəng verə bilərsiniz. Bir dəfə mavi rəng verə bilərsiniz. Bir dəfə anka quşunu narıncı rəng verə bilərsiniz. Yəni ki, loqo dəyişikliyi deyəndə, plan üzrə loqo dəyişimi deyəndə artıq bu üzrə olmalıdır. Yəni, birincinin kopyası olaraq. Birinci nəyi seçirsinizsə, bu arada üzrü hesab edeyim, biraz qrip olmuşam. Ona görə biraz ola bilsin səsim boğunuq çıxır. Davam edək. Məsəl üçün loqonu dəyişən zaman eyni standart qayda ilə dəyişir. Mən əvvəl lap qədimdə uçan şarlar, yəni içinin mini şarları olan uçan şarlar qoymuşdum lap əvvəl ilk yaradılışda. Çünki hələ özümə loqo, dizayn heç bir şey seçməmişdim. Rəng belə seçməmişdim özümə. Yəni, necə deyim, heç bir şey yox idi, belə deyim. Mən orada görünürəmsə zəhmət olmasa orada yazı yerində bildirin. Çünki mən özümü ekranda görə bilmirəm deyə bilmirəm. Siz görürsünüz, görmürsünüz, sizi və özümü görə bilmirəm ekranda. Zəhmət olmasa yazın bildirin. Əgər mən görünmürəmsə ekranda, yəni ancaq yazı görünürsə, mən görünmürəmsə yenidən paylaşım ekranı. Aha, bəli görünürsünüz. Təşəkkür edirəm. Keçək o zaman. Aha. Slide qaçdı. Aha. Loqon nəyi deyirdim? Şarları deyirdim, Uçan hava şarlarını deyirdim minik vasitəsi. Çünki mən o vaxt özümə loqo seçməmişdim və dizayn olaraq o hava şarlarının şəkli xoşuma gəlirdi deyə. Yəni onlara qarşı bir yaxşı münasibətim vardı deyə onu qoymuşdum. Amma sonradan özümə loqo seçdikdə, sonra arada bir çox şəkil dəyişdim. Profil şəkil loqo deyildi hələ, loqo deməyək ona. Adi profil şəkil seçmişdim. Ondan sonra artıq loqo etdikdən sonra, bir qərar verdikdən sonra o adətən loqonun tez-tez dəyişdirilməsi və eyni loqodan istifadə etməmək, eyni dizaynlı loqodan istifadə etməmək, o çox vaxtı o quracağınız biznesin, yəni həmin sahə üzrə bir planın olmaması ilə bağlıdır. Çünki mən əvvəl təsdiqləyirəm, mən özüm əvvəl heç bir planım yox idi. Çünki nə SMM sahəsində məlumatım var idi, nə biznes sahəsində məlumatım var idi. Yəni, ancaq psixoloji sahədə təlimlər keçirdim, təlimlərə qoşulurdum, hətta o vaxtı təlimlər belə keçmirdim. Yəni, onu da bilindirim. Mən sadəcə yolun hələ yeni başlarındaydım deyə, mənim tam bir loqom yox idi. Amma sonradan artıq, belə deyim, ixtisasım da deyil, sadəcə olduğum sahə üzrə artıq biraz professionallaşandan sonra artıq mən özümə loqo seçdim, rəng palitrası seçdim və bütün sosial medialarımda WhatsApp olsun, Instagram olsun, TikTok olsun və YouTube platforması olsun. Orada da eyni profil, eyni ad, eyni dizaynla artıq hər üçündə birləşdirdim. Ki, hər kəs məsəl üçün bu təlimə qoşulan keçib Instagramda axtararkən Ener Akademi yazanda bizimki çıxsın deyə, bizim Ener Akademi çıxsın, yəni onlara lazımlı bir kurs çıxsın deyə, axtardıqları çıxsın deyə mən eyni ad qoymuşam. Məsəl üçün, indi bu dərsimiz bir neçə dərs sonra, üçü deyəsən sabahdan başlanmalıdır artıq Ener Akademidə yavaş-yavaş yayımlayacağım. Yəni, hər 3-cü, 5-ci gün Ener Akademide yayımlanacaq. Sadəcə, yenə də deyirəm, orada biraz canlı yayında etmək istədim, amma Zoom platforması ilə daha rahat olduğu üçün Zoomla tədris edirəm. Yəni, onu da bilindirim.
Ondan sonra sizdən istəyəm nə olacaq gələn dərsimiz üçün öz brendinizin qısa vizual planını hazırlayın. Məsəl üçün adınız nə olacaq? Yəni brendinizin adı nə olacaq? Loqonuz nə olacaq? Rəng nə olacaq? Qısa hekayə nə seçəcəksiniz? Hekayə seçdikdən sonra ilk nəydən başlayacaqsınız? Öz biznesiniz hansı sahə üzrə olacaq? Tədris sahəsi üzrə mi olacaq? Coachinglik mi olacaq? Aksesuar biznesi mi olacaq? Gözəllik məlumatları olacaqmı? Yoxsa yüzlərlə sahə var? Yoxsa yalnızca biznes sahəsi olacaq? SMM sahəsi olacaq? Yəni hansı sahəni seçəcəksinizsə, orada qısa izahla qaralama vərəqi kimi qaralayaraq onu yazaraq artıq ya telefonda yazaraq mənə göndərmək WhatsApp-da, ya da ki vərəqə yazaraq gələn dərs səsli oxuyaraq, səsli və görüntülü oxuyaraq bildirə bilərsiniz. Ondan sonra ikinci mini tapşırığınız nədir? Öz brendiniz üçün rəng, fon və stil seçin və qısa izah verin. Bu bayaqçıdır. Burada həm plan qurmaqdır, yəni ki ilk nə eləyəcəksiniz, sonra nə eləyəcəksiniz, kimlərə deyəcəksiniz ilk, kimlərə dedikdən sonra hansı dəstəyi biznesiniz üçün, markanız üçün edəcəksiniz, kimlərdən nə dəstək gözləyirsiniz və yaxud da reklam elətdirəcəksinizmi, elətdirməyəcəksinizmi, ya ilk başlanğıc zamanı nə ilə başlayacaqsınız, hansı işlə başlayacaqsınız. Biri var biznesiniz hansı sahə üzrə olacaq. Biri də var ki, biznesiniz hansı sahə üzrə olsa da nə mövzu ilə başlayacağınız. Məsəl üçün, mən birinci marka ol təliminə özüm haqqında başladım. Özüm haqqında, kursum haqqında, öz keçdiyim təlim, tədrislə bağlı məlumatları sizə təqdim elədim. Ondan sonra bu təlimin içində, proqramın içində nələr olduğunu təqdim elədim sizə. Ondan sonra bölmələri gün-gün böldüm. Ondan əvvəl siz bu təlimi bitirdikdən sonra nə edə bilərsiniz, hansı işinizə yarayacaq, necə bu marka ol təlimini bitirəndən sonra, marka yaratmaq təlimindən sonra siz hansı nailiyyətləri edə bilərsiniz, nə cür fəaliyyət göstərə bilərsiniz, onları izah etdim. Ondan sonra da artıq içində bölmə qısa özət şəklində izah etdim ki, nələr olacaq. Yəni siz də özünüzə bu qısa izahı, ilk nə danışacaqsınızsa, o qısa izahı yazaraq bir cümlə, iki cümlə nə qədər müddətlik danışacaqsınızsa, onları qeyd edərək gələn dərsimizdə təqdim edərsiniz. Ondan sonra bu sualı mən sizə verirəm. Sizdən sonraki iştirakçıya hansınız bu suala cavab tapsanız, sizin özünüzdən sonraki iştirakçıya bir sual hazırlayaraq gələn dərs artıq siz ona o sualı verərək cavab ala bilərsiniz, cavab alacaqsınız. Məsəl üçün, sizin özünüzün cavablayacağınız sual sizin üslubunuz və görünüşünüz insanlarda hansı təsir bağışlamalıdır? Yəni, mən bunu keçən dərsdə də demişdim. Məsəl üçün, sizin üslubunuz nə cür təsir bağışlamalıdır? Yəni, müəllim kimi mi təsir bağışlamalıdır? İxtisas dərslərimi keçəcəksiniz, sizə xitab olaraq müəllim kimi mi? Müəllimlə xitab etməlidirlərmi? Yoxsa təlimçi kimi mi? Yoxsa burada xanımlardır deyə xanım deyirəm, yoxsa xanım deyərəkmi və yaxud da bəy varsa bəy deyərəkmi? Yəni, sizin öz markanızın görünüşü və sizə hansı üslubda yanaşmalıdır, hansı üslubda xitab etməlidirlər. Və yaxud da hansısa bir ayrı digər tədris yox, başqa ixtisasla, biznes sahəsi ilə məşğulsunuzsa, ixtisas yox, tədris yox, başqa biznes, marketinqlə və biznes sahəsi ilə məşğulsunuzsa, sizə müdürmü desinlər, yoxsa menecermi, insan HR-mı, indi hansı sahə üzrə açacaqsınızsa və yaxud da SMM mütəxəssisimi, professionalmı, professormu, indi hansı xitabla istəyirsinizsə,
o ixtisasınızı seçəcəyiniz biznesinizi, markanızı ona uyğun təlimatlandırıb bölməyiniz lazımdır. Və yanınızda işçi olacaqsa, onlar sizlə hansı tonda danışmalıdır, sizlə hansı ara məsafəsi olmalıdır, sizə nə deyərək müraciət eləməlidirlər, müraciət etmirlərsə, nə cürə nə cürə danışıq qurulmalıdır, yoxsa tamam hərəsi öz başına işlərini görəcək, sizi görməyəcəklərmi? Yəni ki, o planın hamısını burada dediyim kimi plan quraraq əvvəlcədən, hələ o biznesinizi yaratmamışdan əvvəl bu planların hamısını qurub, hər şey yerində oturdandan sonra artıq siz biznesinizi aça bilərsiniz. Və onun üçün biznesi açmamışdan əvvəl bu plan çox vacibdir. Məsəl üçün logo seçimi var. İnternetdə yazaraq o seçimlərə, stillərə uyğun logo seçə bilərsiniz. Amma sırf o logodan istifadə etməyin. Çünki onun türkçə telif haqqı deyirlər. Bizdə bilmirəm ona nə deyirlər. Telif müəlliflik hüququ deyəs. Müəlliflik hüququ deyirlər. Yəni o dizaynların, o logoların dizaynlarının müəlliflik hüququ var. Yəni sizdə hər hansısa biri görərək, o logonun sahibi, o dizaynın sahibi görərək sizi artıq məhkəməyə və yaxud da polisə verə bilər. Yəni ondan əvvəl heç indi fikirləşirsiniz ki, o hardan biləcək ki, mən onun logodan istifadə etmişəm və yaxud da istifadə etməmişəm, nə biləcək, mənim hələ biznesim balacadır, xeyr. Ona avtomatik siqnal, yəni beyninə siqnal getmir, telefonla bildirim olaraq gəlir ki, sənin bu dizaynından, sənin bu logondan istifadə olunub. İstəyir 1 milyon izləyicisi olsun, istəyir 10 milyon izləyicisi olsun, istəyir gündə 20 min, 30 min satışla məşğul olsun, 20 min, 30 min günlük məbləğ götürsün, o biznesindən fərqi yoxdur. Yəni o hansı cür olur olsun, istəyir sıfırdan biznesə başlasın, istəyir sonradan gündə oradan nə qədər götürsün, onun heç bir məsələyə aidiyyatı yoxdur. O logonun müəllifi odur, o yaradıb. Və bilirsiniz də, logo yaratmaq, dizayn işləri ümumiyyətlə çətindir, logo yaratmaq da lap çətindir. Yəni o logonun bir tək o qanadının yaradılması üçün xüsusi proqramlar var və onların da aylıq rüsumları var. Onların da aylıq rüsumları var deyə, yəni onlar o qədər asan deyil. Yəni belə deyim, profesional logoların, yəni oturuşmuş logoların. Amma məsəl üçün sizin ağlınızda olan, yenə Təxminə xanımı nümunə gətirəm, çünki ayrı burada logolar, dizaynların, logolarını deyən yoxdur deyə, mən Təxminə xanımdan nümunə gətirəcəm yenə. Təxminə xanımın anka quşu, yəni anka quşu hər kəs içində yayılıb deyə, yəni heç kim istifadə etməsə də, amma şəkli hər kəs paylaşır. Logo olaraq heç kim istifadə etməyə bilər. Yəni daha çox inanmıram mən indiyə qədər anka quşu, anka logosundan istifadə oluna, bəlkə mənim gözümdən qaçıb bilmirəm, amma mən görməmişəm, belə deyim. İndi məsəl üçün Təxminə xanım o loqonu seçəndə heç kim ondan loqo kimi istifadə etmir. Amma hər yerdə anka quşunun şəklini paylaşırlar, hekayəsini yazırlar ki, küllərindən yenidən doğdu, anka quşu yenidən yarandı filan yazıb, necə deyim, bütün sosial şəbəkələrdə paylaşırlar anka quşu şəklini, hekayəsi ilə birlikdə. Amma artıq Təxminə xanım hər kəsdən irəli düşüb o loqonu, necə deyim, özündə götürüb rəng dəyişərək və yaxud ayrı fərqli dizaynlar qataraq öz adını anka quşunun qanadının ucuna T yazaraq və yaxud soy adının baş hərfini yazaraq o dizaynın üstünə azacıq
işləsə, loqonun üstünə azacıq dizayn versə, artıq o onun öz şəxsi loqosu olacaq. Amma məsəl üçün Ener Akademi loqosu Chrome-da girib yazsınız. Ener Akademi çoxdur, YouTube-da da çoxdur. Yəni onun üçün artıq onlar oturuşmuş loqodur deyə mən onların loqosunu götürüb özümdə paylaşa bilmərəm. Öz loqom edə bilmərəm. Amma mənim qoyduğum o mavi səsim gəlir. Səsim gəlir. Bəli, müəllimə, Gəlsə zəhmət səsiniz olmasa aşağıda yazın. gəldiyi üçün çox təşəkkür edirəm. Deməli səsim Elə gəlir deyildim. çünki Müəllimə, sevindim düzəldiyinə. Çox sağ olun Gülnar xanım. Biz o zaman davam edək. Məsəl üçün mən o Ener internetdə qoyulan Ener Akademi loqosu ilə istifadə edə bilmərəm. Bir dəqiqə. Mən o Ener Akademi loqosundan istifadə edə bilmərəm, çünki o loqonu artıq başqaları özündə, necə deyim, oturuşmuş loqodur. Amma mən özüm bu Ener Akademi loqosunu yenidən yaratdığım üçün bu loqonun ətrafına biraz azacıq başqa dizaynlardan, başqa loqolardan o götürüb o dəbilqəni filan əlavə etdiyim üçün o artıq yeni bir dizayn sayılır və orada heç kim müəlliflik hüququ deyə bilməz. Çünki o loqonu artıq mən özüm düzəltmişəm. Ondan sonra rəng məsələsi. Rəngi mən özüm göy etmişəm. Yəni mavi göy güvənin əlaməti olduğu üçün, yəni ki, insanlara rənglərin mənasını bilməsələr belə insanlara artıq güvən siqnalı ötürülür. Ondan sonra fonun. Arxa fon var, rəngin fonu var, rəngin stili var. Burada da yazmışam. Fon arxa fondur, yəni türkçədə arka plan deyirlər. Dəqiqəmizin bitməyinə 10 dəqiqə qalıb, burada xəbərdarlıq olundu. Yəni fon arxa stil deməkdir. Fon arxa dizayn deməkdir. Arxa rəng, ondan sonra şrifti nəyin üstünə qoyacaqsınızsa onun rəngi və onun dizaynı. Amma stil ümumiyyətlə hərflərin məsəl üçün əl şrifti, əl yazısı ilə olmasıdır, qabarıq şrifti, nazik şrifti, enli olmasıdır, qalın olmasıdır, aşağı doğru hərflərin yatqın olmasıdır, yoxsa yuxarı çəkik olmasıdır. Onların hamısı stildir. Fon rəngdir, stil dizayn. Rəng də ümumiyyətlə hərfə qoyacağınız rənglər. Ondan sonra məsəl üçün indi gəlin burada sizin planlarınızdan danışaq. Məsəl üçün siz loqo seçsəniz nəyi seçərdiniz və niyə o loqonu seçərdiniz?
Aha, mən yazı yerinə də yazdım. Öz biznesiniz haqqında, yəni öz markanızın haqqında beyninizdə nə canlandı sizdə? Yəni sizin beyninizdə nə canlandı? Yəni məsəl üçün rəngmi, dizaynmı, şriftmi? Onlara bu son 10 dəqiqə içində zəhmət olmasa aktiv cavab verək ki, vaxtımız bitəcək. Ya da istəyirsən Müəllimə, mən 5-ci dərsdən də danışa bilərəm. Vaxt bitənə qədər nə danışsam danışım. Yarımçıq müəllimə, qalacaq, amma eyb yox, yenə də danışaram. səsim gəlmir müəllimə. Aha, məsəl üçün brend yalnız fərd olaraq deyil, həm də əlaqələr vasitəsilə inkişaf edir. Yəni tək siz o brendinizi inkişaf elətdirə bilməzsiniz. Keçən dəfə dedik, dünən qrup planı. Onu qurmasaz, o olmasa, insanlardan dəstək almasaz, dəstək istəməsəz, biznesiniz, brendiniz artıq məşhurlaşmayacaq. Əlaqələr olmalıdır. Məsəl üçün, tələbə yoldaşlarınızdır, sonra müəllimlərinizdir, valideynlərinizə düzdür, təbii ki, ən birinci onlardan kömək istəyəcəksiniz, onlara xəbər edəcəksiniz. Ondan sonra yaxın qohumlarınızdır, yaxın dostlarınızdır. Aha, Gülnar xanımın ideyası nədir? Bir dəqiqə baxaq. Mən mavi rəng seçmişəm, adı Mia Denim olacaq. Mia Denim nədir? Zəhmət olmasa onun da izahını yazardınız bura. Çox maraqlı bir addır. Eşitməmişəm bu adı indiyə qədər. Aha, siz o Mia Denim'in izahını yazana qədər. Aha. Orada cins materiallardan aksesuarlar hazırlamaq. O qəşəng ya tutarlı bir biznesdir, yəni inkişaf edəcək və bu cinsin heç zaman moda düşməyəcəyi üçün, yəni bu cins markası ən azı 10 il, 20 il inkişaf edəcəyi üçün, dəvdə qalacağı üçün sizin də biznesiniz artıq ən azı 20 il, 30 il ömrü olacaq. Çünki cinslər 1970-də də var idi, 80-də də var idi, 60-da da var idi, 50-də də var idi, indi də var. Mia pişiyimin adıdır, ondan qaynaqlanır. Çox gözəl. Məsəl üçün loqonu indi bu dəqiqə süni intellektlər boldur deyə siz öz şəklinizdən pişiyinizin şəklini qucağınızda tutaraq, kimsə sizin şəklinizi çəkərək, belə, necə göstərim, belə uşaq kimi qucağınızda tutaraq o şəkli çəkib uzunla, dikinə, yəni dikey formada. Çəkərək onu ChatGPT-yə verərsiniz ya da hər hansından istifadə edirsinizsə, indi mən burada sırf deməyim, ondan istifadə edin. O proqramdan, o süni intellektdən istifadə edərək o şəkli yükləyib orada yaza bilərsiniz ki, məsəl üçün bu şəkli karikatur şəklinə çevir logo hazırlamaq üçün. Onu hazırlayaraq o şəkli götürüb arxa fon mavi olaraq o altına Mia Denim'i orada yazmaq ki, bunu logo fasonunda yazsın. O artıq sizə özü uyğun bir logo adı formasında verəcək və onu altına yazaraq çox gözəl bir layihə olacaq. Yanınızda lap əyninizdə, sizin əyninizdə cins jilet ola bilər, cins jaket ola bilər, kurtka ola bilər və yaxud da cins köynək ola bilər, cins don ola bilər. Yəni sizin əyninizdə cins bir şey olarsa çox gözəl, yəni tam tutarlı olacaq. Amma özümü sosial şəbəkələrdə göstərmək istəmirəm. Bu çox qlobal bir halda hər kəs belədir. Siz özünüzü sosial şəbəkələrdə göstərmək istəmirsinizsə, yəni üzünüzü göstərmək istəmirsinizsə, ilk şəkildə onu hazırlayanda, zaten logo onu qoyduqda süni intellekt tam sizin üzünüzü verməyəcək. Mən məsəl üçün öz şəklimi necə deyim,
bir atla birlikdə düzəldəndə ot heç mənə oxşayan biri olmadı. Yəni ki, tamam fərqli birim verdi. İndi siz də onu elə edərək sizi tamam dəyişəcək. Yəni siz olacaqsınız, amma sizə oxşamayacaq. Yəni sizi tanımayanlar bilməyəcək ki, bu sizsiz, siz deyilsiniz. Onu edərək, onu profilinizə qoyaraq, logo edərək onu. Artıq siz hər şeydə dəyişə bilərsiniz, hər şeydə onu edə bilərsiniz. Yəni şəxsi şəkil, şəxsi sifət kimi alınmayacaq, belə deyim. Ondan narahat olmaya bilərsiniz. Bəli, Instagramda inkişaf etdirə biləcəksiniz. Birinci düzdür, biraz çətin olacaq. Çünki üzünü onu deyəcəkdim. Üzünüzü göstərmədən bu dəqiqə üzü göstərənlər daha çox olduğu üçün biraz inkişaf etmək çətin olacaq. Amma yenə də ən böyük güc motivasiya və inamdır. Siz bununla davam etsəniz hər gün, gündə ən azı 4 saatdan, 5 saatdan bir öz əl işi olaraq indi nə hazırlayacaqsınızsa, cinslə aksesuar deyirsiniz. Məsələn, sırğa olacaqsa öz əl işinizdən öz səsiniz amma mütləq olmalıdır. Çünki sizin özünüzə ait bir şey olmalıdır. Əgər görüntünüz olmayacaqsa, səsiniz o videoların üstündə işləyə-işləyə səsiniz düşməlidir. Yəni ki, məsəl üçün, necə hazırlayacaqsınızsa qısa 1 dəqiqəlik izahla, 2 dəqiqəlik izahla onu Instagramda yüklədiniz. Yəni 2 saatdan, 3 saatdan, 4 saatdan bir vaxtınız nə qədər olduqca paylaşın və altına hashtag deyirlər. Yəni necə deyim? Kəşfiyyətə düşmək üçün kəşfiyyət yazırlar, trend yazırlar. O işarədir. Aha, ay sağ olun, burada qoydunuz bunu. Qoyaraq orada onları yaza bilərsiniz. Məsələn, cins yaza bilərsiniz. Artıq dəqiqəmizin bitməyinə son 1 dəqiqə qalıb. Aha. O hashtagləri qoya bilərsiniz. Ondan sonra altına izahlar yazaq. Cins, sonra küpə, sırğa, aksesuaris yazaraq orada çoxlu, yəni insanlar bir şeyi axtararkən sizin səhifənizi seçmək üçün tutarlı bir şey görsünlər ki, yəni ki, sizin sahəniz ona uyğundur. Onların istədiyinə uyğundur. Və ilk olaraq siz orada necə deyim, bir izah verməlisiniz. Özünüz düşməsəniz olar. Cins əgər evdə, yəni onlayn satış edəcəksinizsə, evin bir hissəsinə